Əgər peyğəmbərlərin və salihlərin dualarına Quran-ı Kərimdə baxsaq, görərik ki, Allah onların hamısının duasını qəbul edib. Heç bir dualı boşa getməyib. Bu sir nə idi? Bu sirri anlamaq üçün Ənbiya surəsinə baxaq və peyğəmbərlərin dualarına diqqət yetirək. Necə dua edirdilər və Allah onlara necə cavab verib? Məsələn, budur peyğəmbərimiz Nuh əleyhissalamın qövmünün zülmündən qurtulmaq üçün Rəbbinə dua etmişdi. Və Nuh bizə kömək etmək üçün yalvardı. Biz də onun duasını qəbul etdik. Onu və ailəsini böyük bir sıxıntıdan qurtardıq. Ənbiya surəsi 76-cı ayə. Yəni, burada duanın qəbulunun açıq şəkildə baş verdiyini görürük. Dua edildikdən sonra dərhal cavab gəlib. Sonra Əyyub peyğəmbərə nəzər salaq. O xəstəlik onu əldən saldıqdan sonra Rəbbinə dua etdi. Allah təala buyurur, yadına sal Əyyubu. O Rəbbinə dua etmişdi. Mənə zərər toxundu. Yəni xəstəlik məni əldən saldı və sən rəhimlərin ən rəhimlisən. Biz də onun duasını qəbul etdik. Ona üz verən müsibəti aradan qaldırdıq. Ona ailəsini və onlarla birlikdə bir o qədərini də verdik. Biz tərəfimizdən bir mərhəmət və Allaha ibadət edənlər üçün böyük bir ibrət idi. Ənbiya surəsi. Burada dua edildikdən sonra dərhal duasının qəbulunu görürük. Amma sirri nədir? Ayənin sonunda gəlir. Daha sonra Yunus əleyhissalama baxaq. O çətin bir mərhələdə idi. Dənizin dərinliklərində, balığın qarnında bəs nə etdi? Necə dua etdi? Allah təala onun duasını qəbul etdi mi? Əlbəttə etdi. Allah təala buyurur, Zinnun Yunusu yadına sal. O qəzəblə çıxıb getmişdi və güman etmiş ki, biz onu sıxıntıya salmayacağıq. O qaranlıqlar içində nida etdi. La ilahə illə ənt subhanək inni kuntu minəz zalimin. Səndən başqa ibadət haqq məbud yoxdur. Sən pak və müqəddəssən. Həqiqətən mən zalimlərdən olmuşam. Biz də onun duasını qəbul etdik və onu qəm-qüssədən qurtardıq. Biz iman gətirənləri belə xilas edərik. Ənbiya surəsi. Beləcə Yunus əleyhissalamın duası qəbul oldu mu? Əlbəttə oldu. Bu çox çətin bir vəziyyətdə oldu. Dənizin dərinliklərindəki zülmətdə, dənizin dərinliyinin zülməti, balığın qarnının zülməti və gecənin qaranlığı.